Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Allah-u Teala'ya sonsuz həmd sənalar olsun. Onun göndermiş olduğu son peygamber olan Muhammed Mustafa sallallahu aleyhi ve selleme salatu selam olsun. Uca Rəbbimiz Kur'an-ı Kerim'in Nisa suresinin 147. ayet kelimesinde belə buyurur. Ma yef'alullahu bi'azabikum in şekertum ve amentum ve kanallahu şakiran alima. Məlı belədir. Əgər şükür edip iman getirseniz Allah size niye azap versin? Allah şükürün əvəzini verendir, her şeyi bilendir. Burada öten verilişlerimizde qeyd ettiğimiz Allah'a karşı şükür etmeyi bu Ramazan demiştik ki bizlere öğretir. Ramazan aynı zamanda nimetlerin qədərini, qiymətini onu bize bəxş eləyəni, Allah-u Teala'nın bizi yoxdan var etməsini idrak eləməyimizə bir vəsilədir. Bugünkü məsələmiz, bugünkü mövzumuz şükür ətrafında olacaqdır. Şükrü necə eləyə bilərik? Alimlər şükrün 3 mərhələdən ibarət olduğunu deyirlər. Birinci mərhələsi dildə olan şükürdür. Bir, dildə olan şükür. Bu şükrün ən alt mərtəbəsidir belə deyək. Su içmeye veya yemek yemeye başlayarken Bismillah demek, Allah'ın adını çəkmək. Ya Rabbi, mən bildim, məlumatlıyam, mən təfəkkür elədim ki, bu neyməti sən mənə bəxş eləmişsən, bu neyməti mən sənin sayəndə əldə eləmişəm və sənin sayəndə bunu yiyib həzm eləyə bilirəm. Və yeməyi bitirdikdən sonra veya suyu içib bitirdikdən sonra elhamdülillah demək. Bu da şükrün dildə olan versiyasıdır, növüdür. Əlbəttə ki, bu da bir savablı bir işdir. Ancaq belə deyək, digər mərtəbələrlə nisbətən daha az savabı olan işdir. Yəni, digər mərtəbələri irəliləyən dəqiqələrdə qeyd eləməyə çalışacağıq Allahın izni ilə. Bir dedik ki, qulun dildə şükür eləməsi. Məsələn, bir işə başlayır, Bismillah deyir. Allahı xatırlayır, tövbə istiğfar eləyir. Bu şükür növlərindəndir, əziz insanlarımız. Qulun Allahı xatırlaması, Allahı bilməsi, Allahı unutmaması, şükrün dildə ifadə eləməsi, olunması şükrün ən alt mərtəbəsidir dedik. İkinci mərtəbəsi şükrün qəlbə yerləşməsidir. Şükür həm dilində olur, həm də qəlbində olmuş olur. Daha sən artıq başına gələn hadisələrdən dolayı yaxşı işdə ola bilər, pis işdə ola bilər. Allah Teala'dan olduğunu idrak edirsən. Ya Rabbi, sən bunu mənə təqdir etmisənsə, mənə bunu qismət etmisənsə, mənim başım gözüm üstə deyib qəlbin bir rahatçılığa qovuşmasıdır, əziz insanlar. Üçüncü mərhələsi də şükrün əmələ yansımasıdır. Necə ki, əvvəlki mövzularda qeyd eləmişdik, insanın sədəqə verməsi məsələn. Sən Allahın sənə vermiş olduğu neymətləri gördün, idrak elədin və gördün ki, sənin istifadə edəcəyindən biraz artığı var əlində. Sənin nə qədər lazımınsa ondan biraz artığı əlində var. Onu da Allah rızası üçün başqa ehtiyac sahibi bir insana verməyin, bu da bir şükür növüdür. Bu şükrü əda eləməyi, şükrü bu şəkildə əda eləməyi Uca Rəbbimiz bizlərə nəsib eləsin inşallah. Xüsusən bu Ramazan ayında qul daha çox şükür eləməlidir. Ramazan ayından etibarən həyatının digər mərhələsində də insan şükür eləyə bilməlidir. Şükür eləmək insanı rahatlaşdıran bir şeydir. Şükür eləmək insanı mənəvi cəhətdən ucaldan bir şeydir. Bu dediyim, sadaladığım şükrün mərhələlərinə əməl eləyərəkdən bir şükür. Baxın, insanların çoxsu həyatdan narazıdır. Narazılıq bəs baxaq qarşılığında halı dəyişdirə bilirmi? Məsələn, səhər durub işə getməyindən narazısan, naşükür eləyirsən. Amma elə insanlar var ki, ümumiyyətlə işə həsrətdir. Deyir ki, bir insan bu yaxınlarda deyir, getdim xəstəxanaya, hər şeyim qaydasındaydı. Sadəcə özümü yoxlatdırmaq üçün deyir, xəstəxanaya getmişdim. Orada, amma gülmürdüm da, yəni çox belə aqressiv idim. Qaşqabağım, lord dilində desək, yerlə sürünürdü.
Bir insan gördüm deyir, xəstəxananın o belə deyək içərisində insan təkərlikli arabada gəlir, ayaqları narahat, ayaqlarında müəyyən fiziki qüsurlar var. Yəni gəzə bilməyəcək bəlkə də ömrünün axırına qədər. Amma adam gördüm ki, gülür, gülə bilir, gülməyini unutmayıbdır. Adam hər zaman sizdən daha dərdli, hər zaman sizdən daha problemli, hər zaman sizdən daha məşəqqətli bir həyat sürən insanlar var. Buna görə həyatda şükrümüzü artırmamız lazımdır. Naşükürlük bizi heç bir yerə aparmayacaq. Allah-u Teala dilimizi, qəlbimizi, əməlimizi Allaha qarşı şükr eləyənlər içərisində eləsin inşallah. Necə ki, Allah-u Teala bir qədər əvvəl oxuduğumuz ayətdə buyurur ki, bunları vermişəm sizə, bu neymətləri sizə bəxş eləmişəm. Hələ bunun şükrünü də eləsəz, bunun əvəzini də verəcəm. Bax, yoxdan səni Allah-u Teala var eləyib, heç bir şey deyilkən sən, bir yoxluq, bir boşluq ikən sən, səni heç nədən Allah-u Teala yaratdı, sənə yoxluqdan varlığa doğru bir yol bəxş elədi və onun nəticəsində sən o yoxluğu, əvvəlki yoxluğu idrak edib, sənə bir varlıq verəni qəbul eləsən, onun dedikləri çərçivəsində yaşamağa çalışsan, şükrünü lazımınca əda eləsən, onun da əvəzini verəcək deyir. Bu şükrü əda eləmək, Allahın təbiricə desək, insan öz Rəbbinə qarşı deyir, nankordur. Nankorluğa yol aça bilər. Allah dilimizi, əməlimizi, qəlbimizi şükürsüz eləməsin. Övladlarımıza şükrü haqqı ilə əda elətdirə bilməyi, onlara bunu təlqin eləyə bilməyi, onlardan da belə deyək, gələcəkdə imanlı bir müsəlman olmalarını ummağı hər birimizə nəsib eləsin inşallah. Qəlblərin içərisi boş olduqda şeytan oranı öz ağlına uyğun olaraq nəfslə əlaqələnib xoşagəlməz şeylərlə, Allahın sevmədiyi şeylərlə doldurur. Baxın, boş bir zaman yoxdur, boş bir iş yoxdur. Hər işin müəyyən dolu tərəfi var. Ancaq onu nə ilə dolduracaqsansa, içərisi o şəkildə şəkillənəcək. Necə başqa bir təbirlə desək, əziz insanlar, çalışağın ətrafımızda şükür eləyə bilən insanlar olsun, ətrafımızda Allahı xatırlayan insanlar olsun, ətrafımızda Allahın adının anıldığında qəlbi titrəyən insanlar olsun. Deyir, bir gün səhər oyandım, gördüm ki, ətrafım bataqlıqdır və düşündüm ki, bunun səbəbi görəsən nədir? Ağlıma birdən gəldi ki, bir neçə müddətdir qurbağa ilə dostluq edirəm, deyir. Ətrafımızda qurbağa xarakterli insanlarla dolaşarsaq əgər, biz onlara Allahı xatırlatmaqsaq, biz onlara bataqlığın Gülistanla nisbətini, müqayisəsini öyrətməzsək, Allahın zikri bir Gülistandır. Onun xaricində boş sözlər, boş ifadələr, insanların pisinə, qeybət, digər kiməsə quyu qazmaq, kimisə arxasıca danışmaq, kimisə nifrət eləməyinə səbəb olmaq, vəsilə olmaq, kin, küdurət, bunlar bataqlıq əlamətləridir. Elə insanlarla biraz uzaq durmağa çalışaq. Düzəldə biliriksə düzəldək, düzəldəmiriksə elə insanlarla əlaqə quraq ki, onlar bizə Allahı unutturmasın, onlar Allaha bizə bir daha xatırlatsın, şükrümüzü əda eləməyi öyrətsin. Qarşıdan Ramazan bayramı gəlir. Bu bayramda Allah-u Teala'nın bizdən istədiyi küslərin barışması, ehtiyac sahibi insanların qapılarının döyülməsi, orada ehtiyac sahibi dediyimiz insanları Ramazandan sonra da axtarmaq, onların halı ilə hallanmağa çalışmaq, dərdi ilə dərdlənməyə çalışmaq. Nə qədər savab əməllərdir bunlar. Bir bilsək, şükrün bir növü deməsi o deyilmi? Yəni, şükrün əmələ yansıması. Ən üstün nöqtəsidir şükrün. Ən üstün şükür növüdür. İnsanlara yaxşı davranmaq, insanları sözümüzlə, davranışımızla incitməmək. Bu Ramazan məktəbindən Rəbbim xeyirli dərslər çıxara bilməyi hər birimizə nəsib eləsin inşallah. Düşünün ki, bir yerdəsiz, bir otaqdasınız. Orada bir 20 nəfər hamısı bir ağızdan hərəsi başqa-başqa şeylər danışır.
Orada həmin insanların içərisində bizə kim vacibdirsə, onun sözünü biz eşidə bilirik. Kimə qulaq veririk, ona bir diqqət eləmək lazımdır. Bütün dünyanın bu səsini qısıb, biraz bu Ramazan məktəbi bizə nə deyirdisə, bu Ramazan məktəbi bizdə hansı qalıcı xüsusiyyətlərimizin olması lazım olduğunu bizə xatırlatdısa, dünyanın biraz səsini qısıb, bu Ramazana biraz xod verək, bu Ramazana biraz qulaq verək. Bu Ramazan bəlkə də bizim son Ramazanımızdır. Allah-u Teala, əlbəttə ki, Allah bilən məsləhətdir. Allah nə qədər təqdir edibsə, o qədər yaşayacağıq. Amma keçən Ramazana baxsaq, bu Ramazanda ətrafımızda o qədər insanlar yoxdur ki, tanıdığımız, bildiyimiz, dostumuz, aşnamız. Bəlkə də halallaşacaqdıq ondan bu Ramazanda, amma qismət olmadı, nəsib olmadı. Gedəcəkdik bayram namazına, namazdan çıxandan sonra görüşüb bayramı mübarək deyib bir halallaşıb qucaqlaşacaqdıq. Hər kəs deyir, Həzrət Əli belindəyi axirət xurcununa baxsın. O xurcunun içərisində qul haqları varsa, onları bu Ramazanda tökməliydik. Bu Ramazan bizə onu öyrədirdi. Rəbbim nəticə çıxara bilən qullardan eləsin. Qarşıdan gələn bayramımız mübarək olsun. Allah-u Teala bu Ramazan sevincini bir daha bizlərə yaşatsın. Neçə illərdə Ramazanı görmək ümidi ilə. Allah sizləri var eləsin. Allah-u Teala elimizi, obamızı abad eləsin. Ramazan bayramınız mübarək olsun deyirik əvvəlcədən. Allaha əmanət olasınız.